Değerli məsələnin dəyərli soydaşlarım, gəlin İlham Əliyevin bu çıxışına qısaca baxaq. Heydər Əliyev Beynəlxalq Hava Limanını geçen il rekord sərnişin daşıyıb. 7 milyondan çox sərnişin daşıyıb. Və Değerli məsələnin dəyərli soydaşlarım, 7 milyondan 2025-ci ildə sərnişin daşıyıb rekord həddə İlham Əliyev quru sərhədlərini bağlayıbdı. Ailə şirkəti olan Azal'ın təkcə təyyarələrinə umut eləyib xalqı. Və onunla da öyünür ki, ölkəmizdə inkişaf var. Güya ölkəmizdə firavanlıq var imiş. Turist axını çox imiş. Halbuki 10 milyonlarla vətəndən didərgin düşən, diplomlu hamballığa gedən və yaxud bədənini satan adamlar vətənine gəlir, yetimlərini doydurmağa gəlir, ya yetimlərini görməyə gəlir. Təyyarədən başqa quru sərhədlər açıq deyil, başqa yol yoxdur. Ancaq hava yolu. Və İlham Əliyev rast ki, bu indi işin bir tərəf, ikinci tərəf. İlham Əliyev rast ki, sən hava nəqliyyatından razısan. Rast ki, sən 25-ci ildə 7 milyon adam gəlib təyyarə ilə, yaxşı gəlir gətiribsə, bəs niyə təyyarələri satırsan? Bəs Azal'ın təyyarələrinin niyə gizlin satılması xarici saytlarda artıq yayımlanır? Niyə görə? Bax, müstəqil saytlarda, xarici saytlarda artıq yayımlanır. Baxın, Azal'da səssiz çöküş, təyyarələr satılır, xidmət xaricilərə ötürülür. Bax, bir neçə xarici saytda satıldığı barədə məlumatlar aldım və rəsmi də göstərirəm sizə. Yaş sual ortaya çıxır. İlham Əliyev təriflədisə, bu təyyarələr bu Azal gəlir gətirdisə, niyə satır bunu? Niyə? Adam da çörək gələn yerə papağını, ayağını tıxıyar mı? Yox. Niyə? İlhamın sonudur. Bir bunların qaldığı bizə qalası təyyarələr idi hava limanında. Təyyarələr də satırlar. Açı, Bakıda yaxtalar var İlhanın. Hamısı satıldı. Binalar, minalar hamısı oldu. Bax, Yahudilər, Ərəblər müharibə başlayıb. Bu andan Yahudilər alır, bu andan Körfəz ölkələri, Ərəblər alır Bakıda. Hər yeri. İndi Allah'ım qoydu, sel su bastı, bəlkə indi bir balaca fikirlərini dəyişələr. Sibrizi də Yahudilərə tikiblər. İndi siz bilirsiniz mi İlham Əliyev Azal'ı niyə satır? Çünki İlhamın sonudur. Bu böyük müharibə, böyük başlar aparacaq. Çox adamların başı bədənin üstündə qalmayacaq. Çox böyük başlar gedəcək. İlham Əliyevin başı kifayət qədər normaldır və gedəsi ilk növbədə olan başlardandır. Bunların sonu çatıbdır deyə Silkivey və Azal təyyarələri satılır. Bunu da xalqdan gizlədirlər. Alçaqlar, vicdansızlar, şərəfsizlər, haysiyyətsizlər, cibriyyətsizlər.